Növbəti müsahibim Məhəmməd Əl-Bloşidir, Birləşmiş Ərəb Əmirlikliyinin Azərbaycandakı səfiri. Mr. Ambassador, Cənab səfir, ilk növbədə minnətdaram ki, vaxt ayırıb bizə müsahibə verirsiniz. Bilirik ki, çox siz məşğulsunuz. Birinci sualım bu tədbirlə bağlıdır. Siz bizim bu forumumuzu necə dəyərləndirir və gözləntiləriniz nədir? Təşəkkür edirəm müsahibə üçün. Qeyd etdiyiniz kimi Azərbaycanda səfirəm. Bakı şəhəri qeyd edim, çox gözəl bir şəhərdir mənim üçün. Və mən Bakını çox sevirəm. Sizin forumla bağlı gözləntilərə gəldikdə olduqca təqdirə layiq bir mütərəqqi bir forumdur. Təşkilatçılıq ən yüksək səviyyədə təşkil edilib. Bu isə bir də onu göstərir ki, çox mükəmməl komanda üzərində işləyib ki, burada uğurlu forumun bu 13-cü sessiyası uğurla həyata keçirilir və iştirakçıların özləri də 180-dən çox nümayəndə heyəti bu cari forumda iştirak edir və mən belə düşünürəm ki, 45 mindən çox artıq ziyarətçi qeydiyyatdan keçib və burada iştirak edilir və bu 13-cü sessiyası yenə də qeyd edim ki, çox təqdirə layiqdir. Mən sizə bir Azərbaycan prezidenti Cənab İlham Əliyevin çıxışı ilə bağlı fikrinizi eşitmək istəyərdim. Prezident bütün dünyaya müəyyən ismarışlar bir yerdə şəhərlərin probleminin həlli ilə bağlı fikirlər söylədi. Cənab Prezident İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti bu 13-cü açılış mərasimində çox mühüm bir ismarışları bütün dünyaya çatdırdı. Bu isə biz birliyin, insanların sülh əmin-amanlıq içərisində yaşamasının əhəmiyyətinə toxundu ki, rifah insanlara nəhayət ki, çata bilsin. Gəlin bizim auditoriyamızı ölkələr, sizin urbanizasiya kontekstində sizin də ölkənizin fəaliyyətini danışır. Birləşmiş Ərəb Əmirliyi WUF-un 14-cü sessiya ev sahibliyi edəcək və biz artıq transformasiya bəli, biz o deməkdir ki, biz bu sayda daha təcrübəli olacaqsınız. Bəli, biz müxtəlif konferanslar ölkəmizdə sərgilər keçiririk. Bəli, bizim tədbirlərin keçirilməsində böyük təcrübəmiz var. Müharibə və münaqişələr bu urbanizasiya prosesində sizin fikrinizcə necə təsir edir? Biz bunu dayandıra bilərik. Birləşmiş Ərəb Əmirliyi bəli, müharibəli təsirinə məruz qalmayıb. Biz çox güclü bir ölkəyik, qüdrətli bir ölkəyik. Bizim güclü rəhbərliyimiz, liderlərimiz var. Biz də növbəti WUF-da inşallah ən gözəl tədbirlərdən biri olacaq. Təşəkkür edirəm, cənab səfir. Xatırladım ki, qonağımız Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfiri cənab Məhəmməd Əl-Bloşi.